Hadisə baş verən gün Elgünlə mesajlaşmışıq, informatika hazırlığındaydı. Orada olanda da yazışmışıq, hazırlıqdan çıxandan sonra da danışdıq. Dedi, anam çıxdım, gedirəm rəqsə, dedim evə get yemək ye, acı olmadığını, piyada getdiyini söylədi. Sfera az məlumat verir ki, bu sözləri mayın 12-si axşam saatlarında Gəncədə yaralı halda tapılan və xəstəxanada vəfat edən 18 yaşlı Elgün İbrahimovun anası RTV-yə açıqlamasında bildirib. Bu deyib ki, Elgün rəqsdən sonra trenajora getməliymiş. Saat 6-7-yə qalmışa qədər gözlədim. Zəng vurdum, zəng çatmadı. Narahat oldum. İnformatika müəlliminə zəng vurdum ki, hazırlıqda birlikdə çıxdığı uşaqların nömrəsini götürüm, qardaşıma, başqa oğluma da zəng vurdum ki, gedin ətraf ərazilərə baxın, bəlkə Elgünü hardasa görərsiniz. Gecə saat 1-də də oğlumla Elgünü axtarmışıq. Elgünün davranışlarında da heç bir dəyişiklik yox idi. Biz söhbət edirdik, son zəngə hazırlaşırdıq. Demişdi ki, mənə 2 dəst paltar alarsan son zəng üçün. Danışırdıq ki, ona qonaqlıq verəcəyəm. Dostlarından da kimi istəsən, çağırarsan. Hərəkətlərində qeyri-adi heç nə yox idi. Nə fikirli, nə aqressiv, nə də problemli idi. Hər şey normal idi. Mən anayam. Onun səsində hansısa həyəcan hiss edə bilərdim. Ancaq o da yox idi. Yad adamın belə problemini, dərdini hiss eləmək olur. Onsuz da mən narahat ana idim. Hər gün, bəlkə də 10 dəfə, 20 dəfə zəng vururdum Elgünə. Bir şey olsa, mən onu hiss edərdim. Dünya susmasın, mənim balamın qanı yerdə qalmasın.